Salam. Herkese salam. YouTube videoma hoş gəlmişsiniz. Mən indi Füzuli rayonundayam. Mən sənə baxıram da. O yıxılırdım. Bu ağaçların hamısı bizim ağacımızın ağacıydı. Düz dedi. Hə. Baxın, bu hamısı ağacın hissələri idi. Baxın, tez lemoşun yarpağına baxın. You're gonna miss me by my hair. You're gonna miss me by my hair. Moruq. Aşkım moruk değil, çınarın üstünde moruk ne gəzir? Küçük var burada. Nemo, ayıptı. O ne demektir? Eliblər də bura. Eləyiblər. Hoş gəlmişsin. Çox sağ ol. Qəşəng düşünəm. Hə, qəşəng düşürsən, çox qəşəng. Şirinsən. Ay, çox sağ ol. Baxın, Selamlar, alsana. Alsana. futbol sahəmiz varkən. İnək. Nemo dostlarım. Deməli, kəndimizə xoş gəlmişsiniz. Bura Füzuli rayonunun Mahmudlu kəndidir. Mənim nənəmlə babam Füzuli alınandan sonra birinci Bakıya köçürlər, sonra bura köçürlər. Mən babam polis rəisi olub Füzulidə. Ona görə ailəsinə bərabər bura köçüblər. 20-30 il burada yaşayıblar. Mən babam heyvandarlıqla məşğul olmağa çalışdı. Hər cür heyvan saxladı. Göyərçin, nə bilim, fərqli cür toyuqlar, qoyun, arı. Babam ən yaxşı arı ustasıydı. Bəli. Babam saxladığı heyvanlara görə o həyatda başımıza gəlməyən qalmayıb. Qoyundan qaçmışam, arı məni çalıb, xoruz mənim üstümə cumub. Uşaqlığım hamısı burada keçib. Nemur, sənin başıma nələr gəldi burada? Video Qanat çəkdi. Ağca qanatlar, baba ağca qanat saxlayırdı. Arı diş çalmayıb səni? Yox, heç sən. Mən başımdan çalıb, əlimdən çalıb, nə bilim, başıma çox oyun gətirib. Ona görə mən arıdan çox qorxurdum kənddə. Nemo yaxşı da, yaxşı, ən yaxşı oğlan sənsən. Hə, mən yaxşı oğlum. Mama, biz səhər yeməyi yemişik, narahat olma, toxuq. Bu gözəl mənzərəyə qarşı bütün bu zibillik, İşinə çəkmədi. təbiəti zibilləməyin, əziz kənd sakinləri, Bakı sakinləri, şəhərdə yaşayanlar. Mən qınamıram ki, normal zibil qabları falan yoxdur deyə, zibil atmaqlara şəraitləri yoxdur deyə ortalığa atırlar. Bələdiyyə hara baxır? Hı? İcra hakimiyyəti hara baxır? Bax. Kanalıma girmişdim, baxın, yorumlarda birisi yazıb ki, Nemo ilə video çox gəlsin. O yorumu qoyar sonra. Yaxşı, qoyarım. Tez Çək! Get! İçməyə çalışırsan kimi elə. Vlog qarışıq olacaq həmişəki kimi. Yenə Ay da buradaki sivilcemi biraz... Bu prişiki biraz ignor eləyin. Çünki bağırsında da neyim, mənim də üzüm belədir. Baba belə bir şey tikib burada. Çox qorxulu bir maşın var idi burada. İnkubator maşınıymış adı. Belə yumru qapağı var idi, onu açırdım. Belə qəribə bir şey idi, çox qorxuluydu. İnkubator nədir deyə soruşsanız, əziz Bakılılar və şəhərimizin qonaqları. İnkubator nədir? İnkubatorun içinə nəsə qoyursan, yumurtalar deyəsən qoyursan, o olur yumurta. O olur cücə. Süni cücə düzəltmək kimi bir şeydir. Mənə heç razı değildi babanın həyatda qurduğu bu ekosistemlə. Həyatımızda heyvanlar artıq yaşamır. Artıq heç bir heyvan burada həyatda qala bilməz. Biraz da explore edeyim. Mən babam eyni zamanda çaxır da düzəldirdi uşaqlar. Bu gördüyünüz bidonun yarısına qədər olan o qara maddə də əslində qara deyil, yəqin ki, çünki qırmızı falandır. Çox qəribə hobbiləri, çox qəribə məşğuliyyətləri olan bir insan idi. Çox original xarakter olduğunu düşünürəm. Deməli, biz buradan gedirik. Çıxırıq. Əziz məni izləyən insanlar, vloguma xoş gəlmişsiniz. Yepyeni bir vlogla qarşınızdayım. Həm universitet, həm İTÜ, həm də kollegiumları yola verməli olduğum bir həftə. Kollegium mən
çəkim, girib məzarətçinin burnunuz ağzı çəkmeyin. Hamısı gecikməsi. Mən gecikirəm hamısına. Salam. Qərar verdim ki, bugünü vlogluyum. Ona görə mən bugün artıq vlogluyuram. Qısa bir plandan danışım. Konqres mərkəzinə könüllü günü ilə əlaqəli bir eventə gedirəm. Əynimdə formula forması var. İkisi tərəfindən gedirəm. İnşallah hər şey yaxşı olar. YouTube vlogları məndə çox yaxşı alınmır. Yəni mən çox alınmadığını düşünürəm. Dəsə make-up'ımı göstərim. Bugün fərqli bir şeylər yoxlamağa çalışdım. Sırğalar həmişəki kimi. Bu sırğalar mənim vibe'ımı çox dəyişdirir deyə çox xoşuma gəlir taxmaq. Bir də bu seplə bir yerdə taxanda çox xoşuma gəlir. Neysə, bye bye. Yola çıxıram indi. Gedirəm. Sən yemək götürmədin, yemək görüb. Yemək gördüm, gəldi, çatan bitdi. Təşkilatçılıq 0. Konqres mərkəzinə yenidən gəldik. İTÜ-dən sonra ikinci layihə. Layihə deyil, sadəcə könüllülərin forumudur və çoxu könüllü stendlər gəlib, öz stendlərini açıb Özlərini göstərir. özlərini göstərir. Bir komut verir. Cavidan. Mənim qrup yoldaşım Cavidan da formuladan gəlib. Qorxma, yemək. Sən hardan gəlsən? Arxaq çevir. Az buradadır. Hə. O da ki İK'dan gəlib. İstəyirsən sən də düşün, mən vlogerəm. 100K izlənir. Bir dənə stend ola bilərdi, formula maşını. Maşın içine oturardı. İçində də stend. Çantaya Gözləsən, danışım. Salam. Asya Xidmət qrup rəhbəridir o. Bəli, mənim könüllülərimə baxın bir dənə. Mənim könüllüm sən. Kommunala gedən şeyindən xəbəri yoxdur. Yazıq nöqsan olur. Mən nöqsan gəlməyib. Yox, hələ yox. Hələ yox. Hamı Mədişin YouTube videosuna like atsın, yorum yazsın və bəyənsin, onu bayaq dedim və takip eləsin. Bəli, çox sağ olun. Bu nə universitetdir, bu nə yoldur. Allah haqqım. Bir dənə gözlə. Evi dağdan gəldik. Buranı da çək elə. Bu nə deyilə bil. Əskəriyə zada gəlirəm. Əskəriyə gələn oğlanlar mənim kimi əziyyət çəkməzdi. Sən də YouTube-un başına. Çəkirəm də. Bugün başladım, əməli başda çəkmişəm. Hə. Bugün biraz special day idi. Qızlar, bilirəm, soruşursunuz ki, Nigarla Mələk hanı? Onlar onlar dərsə gələcəklər. Mən çaşıb tez gəlmişəm. Ölürdün. Deməli, Nigarla Mələklə mən şaşmaz üçlü. Yenə McDonald's yeyirik. Soruşun niyə McDonald's yeyirsiniz? Mən də sizə izah edeyim. Biz ayda ildə bir dəfə çıxmırıq çölə. Ayda ildə bir dəfə çıxsaq McDonald's başqa şey yeyirik. Amma ayda ildə bir dəfə çıxmırıq deyə, hər gün gedirik deyə küldəsi olsun. Küldük kombomu yeyirəm. Teşekkürlər edim. Hə, işığı verən Allah nəbriməni də verər. Nəyi verən Allah? Tamam, məndən. Nə, onu verən Allah? Problemi bana veren Allah her yolunu da verer. Dərdi verən Allah dərmanı verər. Problemi veren. Yolunu da verər. Ben modernleşmiş bir... Riyazət məsələsi həll elədiyim məndən Allahla. Bu kişinin keçdiyi riyaziyyata şübhəm var. Ay, kişi bu keçdiyi bütün məndən. Şah İsmail'in anası kosmetika vuranda sizlərə paltı yaxadır. Bizim oralarda bunlara bambılı değiller. Bizim oralarda da. Düz deyirəm demirəm. Adını verək kişinin. Yo. Ay kız. Dedesi. Sizə heç ad vermədim də. Ya ağzıma çekirip yarım saatı belə yemək. Bugün bayağı bir vlog çəkmişəm bu arada. Ayda ildə. Ana yol çəkmişəm. Vlogdan danışırım, heç vloga danışmamışam. Dekabrın 15'i deyiblər tutaracaq. Amma daha tez məncə. Çox tez oldu deyə əminəm rekord qıracaq. Sən mən dediyində düzüymüş görsən 18 yaş. Kopdu, formuladı, indiyə kimi çox sağ ol. Həmişə 16 olub, ilk dəfə kimi 18 eləyiblər. Çox adam qeydiyyata keçəndə də ağzını götürəndə üsyanlar başlayır ki, məni niyə götürmədi?
So basically here I have found some Azerbaijani old nannies and she's from Nahchivan. Alizade is also from Nahchivan. Where are you from? She is from Old City and I'm European nanny. She is Russian nanny of our group. And choose your favorite nanny. Russian nanny. American nanny. Ya nani. Choose your favorite nanny. Seni de vurdu.